وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِي. O zaman ki İbrahim dedi: Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər. Dedi: Məgər imanın yoxdur? Dedi: Əksinə, imanım var, lakin qəlbimin rahatlıq tapması üçün istədim. Ali ibn Muhammed ibn Cahim nəql edir ki, Məmunun məclisinə daxil oldum və gördüm ki, İmam Ali ibn Musa Rıza da oradadır. Məmun ondan soruşdu: Məgər siz demişsiniz ki, peyğəmbərlər məsumdular? İmam Rıza aleyhissalam buyurdu: Bəli, biz bu düşüncədəyik. Məmun soruşdu: Elə isə Həzrəti İbrahimin bu sözlərinin mənası nədir? Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər ki, qəlbim rahatlıq tapsın. İmam Rıza aleyhissalam belə cavab verdi: Allah Taala Həzrəti İbrahimə vəhy etdi ki, bəndələrimdən birini özümə dost seçmişəm. Əgər o bəndə məndən hətta ölüləri necə diriltməyimi soruşsa belə, bu istəyini gerçəkləşdirərəm. Həzrəti İbrahim bu vəhiydən belə başa düşdü ki, Allahın dost seçdiyi bəndə məhz özüdür. Buna görə də belə bir istəklə Rəbbinə üz tutdu. Allah Taala ona buyurdu: Məgər iman gətirməmisən? Həzrəti İbrahim cavabında buyurdu: Bəli, iman gətirmişəm, amma istəyirəm ki, qəlbim tam rahatlıq tapsın və dost seçdiyin bəndənin kim olduğunu dəqiq bilim. Mənəm, yoxsa başqasıdır. Bundan əlavə bu ayə və İmam Rıza aleyhissalamın izahına əsaslanaraq başqa bir incə məqamı da qeyd etmək olar. Əgər Həzrəti İbrahimin istəyi qəbul edilməsəydi belə, bu onun imanına heç bir xələl gətirməzdi. Lakin onun qəlbim rahatlıq tapsın deməsi başqa bir mühüm həqiqətə işarə edir. Bu da odur ki, insan gördüyü, eşitdiyi və toxunduğu zaman qəlbi rahatlıq tapır. Ona görə də ailə mühitində də duyğularımızı ifadə edərkən bu üç əsas ünsürü nəzərə almalıyıq. Sevgimizi göstərməli, dilə gətirməli və hiss etdirəcək şəkildə ifadə etməliyik.